Salam əziz və dəyərli müştərilər. Bugün sizə bir-birindən gözəl zavod və podzavod zinət əşyaları gətirmişəm. Hər birini sizlərə təqdim eləmək istəyirəm. Qiymətləri ilə bir yerdə bir hamısı deyiləcək. Başlayaq birinci Bakı zavodunun 750 yarda olan Zavodskoy sırğasından. Bakı zavodu heç vaxt qaş buraxmır, istehsal buraxmayıb. Yəni 9 qram yarımdır, 750 yardadır. Kifayət qədər gözəldir. Qiyməti 3000 manatdır. Bu 3000 manatın son qiyməti. Amma bəzi mallar olacaq ki, onlarda razılaşma eləyə bilərik. Belə yeni nəsil bir komplektimiz var ideal qaşlarla. Bu da çox mükəmməldir. Yəni bu dəqiqə hal-hazırda modda olan bir komplektdir bunlar. Çəkidə ağırdır. Bu da sırğalarının arxası. Ümumi 750 yardadır. 32 qram yarımdır. 8.5 karat brilyantı var. Qiyməti hal-hazırda olaraq 16.000 deyirik, aşağı düşərik, aşağıda verərik, yəni real alıcıya. Bu gördüyünüz mal çox super qaşlarla düzəlib, amma yəni podzavoddur, əldə qayırmadır, yəni zavod istehsalı deyir 14 qram 300'dür. Çəkisi 750 yardadır. Böyükdür, çox böyükdür, yəni ölçüsü 7 karat yarımdır. Məsəl üçün biz bir dənə götürək, bir dənə Zavodskoy bir dənə 7 gözəllə yan-yana qoyuruq. Çox böyükdür yəni həqiqətən də. Qiymət 18.900 manatdır. Yenə real alıcıya aşağı verəcəyik. Əsas odur, müştərimiz bəyənsin, razılaşarıq. Belə bir yenə podzavod, amma əla və mükəmməl 57 qranka qaşlarla bəzədilmiş zümrüd komplektimiz var. Çəkisi ümumi 25 qrama yaxındır. Yenə 750 yardadır. Zavodskoy bir komplektin üstündən sökülüb qoyulub qaşımın üzərinə. İdealdır. Əlbəttə ki, müştəri də gedib harda istəsə yoxlada bilər. Buna da qiymət demirəm, razılaşarıq. Problem deyil yəni. Əsas odur müştəri bəyənsin. Bir dənə belə Zavodskoy samavar sırğa deyirlər ən çox bunlara. İndi hərə bir ad qoyub bunlara bu dəqiqə hal-hazırda 2 karat yarımdır. Yenə qaşları idealdır, cavabdehi. 18 qram 900 demək olar çəkisi var. 750 yardadır. Münasib qiymətə razılaşarıq. Baxın, ucuz qiymətə bu gəlir. Zavod deyil bu 7 gözəl, amma qaşları dediyim kimi cavabdehi, əladır. 750 yardadır. 2 karat 800 qaşı var. Yəni real alıcı olsa bir dəqiqə hal-hazırda siz gedib yəni görəsiniz qiymətlər nətər elə qalxıbdır. Yəni biz bunu bugünkü gün 4000 manata verərik. Baxın, eyni malın gül versiyasıdır. Podzavoddur, yəni əldə qayırmadır. Qaşlar yenə qəşəkdir. 3500-də də bunu verərik. Yəni qiymətlər çox münasib gəlir Zavodskoy mallara baxanda. Əlbəttə bunları mən niyə deyirəm? Zavod malını bəyənənlər yəni bilirlər nə demək istədiyimi. Bu gördüyünüz də 7 gözəldir, əladır. 1 karat 78 sold, 10 qrama yaxın çəkisi var. Əladır qaşları. Zavod desək, zavoddan seçilmir, amma Zavodskoy deyil. Burada bir dənə zavod malımız budur. 7 gözəllərin içində əladır. 1 karat 82 sold, 758 qram 708'də. Qaşları Sibirdir, 17 qranka. Yəni razılaşarıq. Başqa sizə Bakı zavodunun, baxın, zavod bir dənə belə gözəl safir üzüyü var. 67 sold 5.9 qram. Yəni üstdəki yazılan qiymətlər şablon qiymətlərdir. Əlbəttə ki, aşağı verəcəyik hamısını. Belə bir fantaziya üzüyümüz var. 583 yarda 57 sold 5.1 qram. Qaşları əladır. Bir də zümrüd qaşla bir paxlava üzüyümüz var. Yenə Sibir 17 qranka. 35 sold. 5 qrama yaxın çəkisidir. Hər şeyi probozada, yer üstündədir. Baxın, mallara söz yoxdur. Hamısı idealdır. Hamısı gözəldir. Yəni bilən bilir nə mallardır bunlar.
Bir dəqiqə məsəl üçün heç zavod kitab üzüyü tapılmır. Yalnız bizdə ideal vəziyyətdə bir dənəsi var. 1 karatdır. 6.75 583 ayarda, gözəldir. Qaşlar 17 qramka. Yenə daha bir baxın belə paxlava üzüyümüz. Bunların hər biri Tiflis, Moskva, Bakı zavoduna məxsus olan mallardır. 583 ayarda 48 sot, 6 qram yarım. Tərtəmiz, qaşlarla gözəldir. Sonra ortası zümrüdlə bir dənə belə bir malımız var. Bu zümrüdə prinsesa zümrüd deyirlər, 4 bucaq kəsilib çünki. 750 yarda 48 sot, düz 4 qram çəkisi var. Bir dənə belə svetofor zavodskoy. Svetofor ümumiyyətlə zavod demək ki tapılmır, mümkünsüz bir şey deyil. Çox əldə qayırmadı, amma bu bizdə də əldə qayırma ondan sonra deyirik. 83 ayar zavodskoydur. 26 sot, 2 qram 65. Qiymətdə dediyim kimi müştərimiz bəyənəndən sonra razılaşarıq hər birini. Bu qədər əziz izləyicilər, təşəkkür edirəm hər birinizə.